Antik dövrdə Urmiya gölü ətrafında müstəqil siyasət yürüdən kiçik tayfa ittifaqları mövcud idi. Bu kiçik tayfa ittifaqları qədim dünyanın iki güclü dövləti Assuriya və Urartunun daimi hücum və işğal cəhdlərinə məruz qalmışdı. İşğalçılara qarşı təklikdə mübarizə aparsalar da, çox vaxt xərac verərək güclü rəqiblərdən asılılığı qəbul etmək məcburiyyətində qalırdılar. Siyasi və hərbi qeyri-sabitliyin hökm sürməsi, Manna hökmdarı İranzunun genişləndirmə və möhkəmləndirmə siyasətini həyata keçirməsi üçün əlverişli mühit yaratdı. İranzu hakimiyyətə gəldikdən sonra ilk növbədə şərq və şimal-şərq istiqamətlərində sürətli hərbi hücumlar təşkil etdi. Parsanın daxili fikir ayrılıqlarını nəzərə alaraq ilk hücumu buraya etdi. Parsanı ələ keçirdikdən sonra zəif müdafiə olunan Qızılbunda və Andiya bölgələrinə qarşı hərbi əməliyyatlar təşkil edildi. Qızılbunda və Andiya Mannaya birləşdirildi. Daha sonra Zikertu Mannadan asılı vəziyyətə düşür. İranzu tərəfindən təsdiqlənən canişin Zikertunun hakimi təyin olunur. Uyuşdiş və Messi tayfa ittifaqları daxilində birliyin və sabit idarə etmənin olmaması İranzunun asanlıqla müdaxilə etməsinə şərait yaratdı. İranzunun hakimiyyətinin erkən mərhələsində şərq və şimal-şərq istiqamətlərində yerləşən bu tayfa ittifaqlarının zəbt olunması, Mannanın ilkin sərhəd genişlənməsi və mərkəzləşməsi üçün təməl qoydu. Eyni zamanda iqtisadi gücünü və təsir imkanlarını artırdı. Mannanın şimal sərhədlərini möhkəmləndirmək istəyən İranzu, Assuriyanın təsir dairəsində olan Zaman torpaqlarına yürüş edərək bu ərazini öz ölkəsinə birləşdirdi. Gilzan və Sangibutu Urartunun təsir dairəsində idi. Urartu bu bölgələri öz nəzarətində saxlamaq istəyirdi. Lakin İranzu hərbi yürüşlər ilə bu əraziləri Mannaya birləşdirdi. Buladi ərazisi Mannaya birləşdirildikdən sonra dövlətin ərazisi şimalda Aras çayına qədər uzanırdı. Bu fəthlər Mannanın Urartuya qarşı mövqeyini möhkəmləndirdi. İranzu kiçik tayfa birliklərini özünə tabe edərək Mannanı güclü bir dövlətə çevirdi. İranzunun dövrü Mannanın güclənməsinin zirvə nöqtəsi hesab edilir və onun fəth siyasəti sayəsində Manna geniş ərazilərə sahib oldu. Assuriyaya illik xərac ödəməklə müttəfiqlik qurdu və Urartuya qarşı güc qazandı. İranzunun vəfatından sonra onun oğlu Aza hakimiyyətə gəldi. Azanın hakimiyyəti dövründə əldə olunmuş ərazilərin idarə etməsindəki çətinliklər və xarici təzyiqlər Manna dövlətinin gücünü zəiflətdi. Aza Urartupərəst canişinlər tərəfindən öldürüldü. Hökmdar taxtına Azanın qardaşı Ulusunu çıxdı. Mixi yazılardan məlum olur ki, Ulusunun hakimiyyətə gəlməsinə Urartu hökmdarı kömək etmişdi. Ulusunun Urartuya yaxınlaşması Assur hökmdarı 2-ci Sarqonu qəzəbləndirdi. O, Mannaya qoşun yeritdi. Ulusunun arxalandığı Urartu hökmdarı onun köməyinə gəlmədi. Meydanda tək qaldığını görən Ulusunu 2-ci Sarqonun qəzəbindən qorxaraq dağlara çəkildi. Mannanın paytaxtı İzurtu və bir neçə şəhəri Assurlar tərəfindən tutulub yandırıldı. 2-ci Sarqonun təntənəli kitabəsində məlumat verilir ki, Mannalı Ulusunu Assur hökmdarının gördüyü işlərdən xəbər tutunca İzurtuya qayıtdı. 2-ci Sarqonun yanına getdi və bağışlanmasını xahiş etdi. Hökmdar onun günahlarından keçdi,
onu hökmdar taxtına əyləşdirdi. Ullusunu ilə danışıqlarında ikinci Sargon Manna hökmdarına söz verdi ki, Mannanın torpaqlarını Urartu hücumlarından qoruyacaq. Manna hökmdarı Ullusunu da Assura sədaqətini bir daha pozmadı. Urartu hökmdarı 1-ci Rusa Manna torpaqlarını işğal etmək fikrindən əl çəkmirdi. Manna canişinlərindən ikisi onun fitnəsinə uydu və Ullusunun hakimiyyətinə qarşı çıxdı. Assur hökmdarı verdiyi sözə sadiq qalaraq böyük bir qüvvə ilə onların üzərinə yürüş etdi. O, döyüşdə qalib gəldi və Urartunun işğal etdiyi Manna torpaqlarını geri qaytardı. Lakin Mannada daxili çəkişmələri səngimədi. İkinci Sargon yenə Mannaya yürüş etdi. Bu yürüşlərdə onun bir neçə məqsədi var idi. Mannanı Urartu təcavüzündən qorumaq, Mannada Assur dövlətinin mövqeyini möhkəmləndirmək, Mannadan Assur xəzinəsinə xərac göndərilməsini təmin etmək. Ullusunu Assur hökmdarını təmtəraqlə qarşıladı, ona hədiyyələr verib, ordusunu ərzaqla təmin etdi və Urartu təcavüzünə son qoymaq üçün kömək istədi. Assur və Urartu qüvvələri arasında qanlı döyüş oldu. Bu döyüşdə Urartu hökmdarı və ona kömək edən yerli canişinlər məğlub oldular. Assur hökmdarı yürüşünü davam etdirərək Urartu ərazisinə daxil oldu. Urartunun bir çox vilayətlərini ələ keçirib talan etdi. Birinci Rusa müqavimət göstərə bilmədi və aciz qalıb özünü öldürdü. Bundan sonra Urartu çox zəiflədi və bir daha Mannanın daxili işlərinə qarışa bilmədi. Manna hökmdarları uzun illər Assur dövləti ilə müttəfiq münasibətlərdə oldular. Bununla da ölkəni işğalçı hücumlardan qoruyaraq ərazi bütövlüyünü saxladılar. Azərbaycan ərazilərində Türk mənşəli Kimmer, İskit, Sak tayfaları məskən saldı. Bu tayfalar Qara Dəniz sahillərindən və Krım yarımadasından gəlmişdilər. Onlar burada İskit padşahlığını yaratdılar. İskitlərin döyüş taktikası çevrişliyə əsaslanırdı. Onlar döyüş zamanı düşməni vurmaq üçün atı çaparaq onu ötür, hərbi üsulla geriyə dönərək oxla vururdular, qələbələr qazanırdılar. İskitlər köçəri həyat keçirir, üstü örtülü arabalarda yaşayırdılar. Qadın və uşaqlar bu arabalarda əlləşdirilir, kişilər isə at belində olurdu. İskit padşahlığı Manna dövləti ilə ittifaq yaratdı. Mannanın İskit padşahlığı ilə yaxınlaşması Assur hökmdarının xoşuna gəlmədi və Mannanın Assur dövləti ilə münasibətləri pozuldu. Mannada Assur dövlətinə qarşı olan qüvvələr əraziyə yeni gəlmiş tayfalarla birgə asılılıqdan xilas olmağa çalışırdılar. Manna hökmdarı Ahşeri Assur ilə ittifaqı pozdu. Bu səbəbdən Assur ilə Manna arasında döyüş baş verdi. Manna ordusu məğlub oldu. Assur hökmdarı Mannanın bir sıra şəhər və qalasını, eləcə də paytaxt İzurtunu tutub dağıtdı. Əhalini, malqaranı və at ilxlarını qənimət kimi apardı. Assur ilə ittifaqın tərəfdarları Ahşerinin siyasətindən narazı qaldılar. Buna görə də onlar Ahşeriyə qarşı üsyan təşkil etdilər. Üsyan zamanı Ahşeri öldürüldü. Hakimiyyətə Ahşerinin oğlu Uvalli gəldi. O, Assur dövləti ilə ittifaqı bərpa etdi. Babil və Midiyaya qarşı mübarizədə Manna müttəfiq kimi Assura kömək etdi. Beləliklə, Manna ilə Assur münasibətləri yenidən yaxşılaşdı.
Manna dövlətinin ərazisi qonşuluqda yaranmış güclü Midiya dövləti tərəfindən işğal edildi. Bununla da Mannanın müstəqil dövlətçiliyi sona çatdı.